Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Nahmeduhu ve nestainuhu ve nu'minu bihi ve netevekkelu aleyh. Ve nestağfiruhu ve netubu aleyh ve nusalli ve nusallimu ala habibihi ve necibihi ve hayretihi fi halqih, hafiz sirrih ve muballighi risalatih. Seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed, Ali Muhammed ve ala alihil etyebinel etharinel muntecebin. Siyama bakiyetillah fil arazin ve salli ala eimmetil muslimin ve humatil mustazafin. Ve hudatil mu'minin usikum ibadallah ve nefsi bitakvallah. Kâle emirel mu'minin Ali ibn Abi Talib aleyhisselam. Câe reculun ilen nebi sallallahu aleyhi ve aleyhi fekal. Allimni amelen yuhibbeniyallah ve yuhibbeniyel mehlukun. Ve yusriyallahu mali ve yusihhu bedeni ve yutilu umri ve yahşuruni ma'ake fil cenneti. Kâle hazihi sittetu hisalin tehtacu ila sitti hisal. Mübarək cümə günüdür. İmam Zaman əleyhisselama məxsus olan gündür. Allah ibadət və itaətlərimizi qəbul eləsin inşallah. Bu əziz gündə özümü və siz qardaşları ilahi təqvaya dəvət eləyirəm. Allah bizi həqiqi təqva sahiblərindən qərar versin inşallah. Əmir əl-Müminin Əli əleyhisselamdan nəql olunur ki, bir gün bir kişi Həzrəti Rəsulullahın yanına gəldi və Həzrəti Rəsulullahdan istədi ki, ya Rəsulallah, mənə elə bir əməl öyrət ki, yuhibbəniyallah, Allah məni sevsin. Ya Rəsulallah, mənə elə bir əməl öyrət ki, Allahın yaratdığı məxluqlar məni sevsin. İstər insanlar, istər qeyri insanlar. Ya Rəsulallah, mənə bir əməl öyrət ki, mənim malım, varım, dövlətim çox olsun. Ya Rəsulallah, mənə bir əməl öyrət ki, Allah mənim bədənimi sağlam qərar versin və ömrümü uzun eləsin və qiyamət günü də sizlə məşhur eləsin. 6 istəyi gəlir Həzrəti Rəsulullahdan istəyir və buna deyirlər dünya və axirət xeyirlərinin hamısını istəməyi. Və Peyğəmbər də cavabında buyurur ki, təbii ki, məndən 6 əməl istəyirsən və 6 əməlin də təbii ki, qarşılığında 6 əməl var ki, gərək o əməlləri yerinə yetirəsən. Və Peyğəmbər deyir, əgər məndən istəyirsən, bu 6 əməl, 6 iş sənə nəsib olsun, müqabilində gərək 6 əməli görəsən. Biri budur, İza ərədtə ən yuhibbəkəllahu fəxəfu vəttəqih. Peyğəmbər buyurur, əgər istəyirsən Allah səni sevə, gərək Allahdan qorxasan və Allahdan çəkinəsən, Allahın təqvasını əldə eləyəsən. Allahdan qorxmaq təbii ki, Allahın zalim olmağı anlamına gəlmir. Allahdan qorxmaq bu anlama gəlir ki, Allahın vacibatına əməl eləyəsən və Allahın çəkindirdiyi haramlardan çəkinəsən. Deyir, bunun müqabilində Allah da səni sevəcəkdir. Və buyurur, əgər istəyirsən ikinci şey ki, sənə nəsib ola və o da buydu ki, ya Rəsulallah, mənə bir əməl öyrət ki, Allahın yaratdığı məxluqlar məni sevə. Resulullah cavabında buyurur ki, فَأَحْسِنْ إِلَيْهِمْ
vərfuz ma fi əydihim. Peyğəmbər buyurur ki, onlara yaxşılıq elə və onların əlindəkiləri tərk elə. Yəni, onların əlindəkilərdə gözün olmasın. Təbii ki, bir insana yaxşılıq elədikdə bir dəfə təsir qoymaz, 2 dəfə təsir qoymaz. Peyğəmbər soruşdu ki, bu kişidən sənin nəyin var? Dedi, heç nəyim yoxdur, ya Rəsulallah. Sadəcə olaraq bir dənə dəvəm var. Və Peyğəmbər cavabında buyurdu ki, Mədinənin ətrafındakı kəndlərə su çatmır. Bu, o zamanın indi su qabı hər nə idisə, tuluğuydu, nə idi? Peyğəmbər ona tövsiyə eləyir ki, əgər istəyirsən cəmaət səni sevə və sən onlara yaxşılıq elə, bu günün yaxşılığı odur ki, su doldur apar, o Mədinənin ətrafındakı kəndlərə su payla. Və buyurur, onların əlində olan şeylərdə göz qoyma. Onların əlində olan şeyləri gözünü uzaqlaşdır. Bəzi vaxt insanın sevilməməyinə səbəb odur ki, elə gözü onun bunun malındadır, onun bunun maşınındadır, onun bunun evindədir ki, elə mənim də olsun. İslam əxlaqında, İslam şəriətində İslam əxlaqında bir həsəd var, bir qibdə var. Həsəd bundan ibarətdir ki, insan bir nəfərdə olan mala paxıllıq eləyir, deyir, onda olmasın, darmadağın olsun, mənim olsun. Amma qibdə budur ki, deyirsən, ilahi filan şey o şəxsdə var, elə o onda qalsın, ondan birini də məsələn, mənə nəsib elə, mənə yetir. Bu qibdədir, bu əxlaqda bəyənilir, amma həsəd paxıllıq bəyənilmir. Həsəd paxıllıq hədislərdə rak xəstəliyinə, xərçəng xəstəliyinə oxşuyur ki, insanı həmişə içəridən yeyir, axırda da ruhunu məhv eləyir. Necə ki, xərçəng xəstəliyi insanın cismini məhv eləyir. Və odur ki, Peyğəmbər buyurur, istəyirsən məxluqat səni sevə və əhsin iləyhim, onlara yaxşılıq elə və onların əlində olan malları ki var, ora baxma. O mallar sənə aid deyil, o mallar qoy onlarda qalsın və onlara aid maldır. Və üçüncü Rəsulullahdan istədi, ya Rəsulallah, əllimni əmələn ən yusriyallahu mali. Ya Rəsulallah, mənə bir əməl öyrət ki, Allah mənim malımı, varımı çox eləsin. Peyğəmbər buyurdu, və izə ərədtə ən yusriyallahu maləkə fəzəkki. O zaman ki, sən istəyirsən, sənin malın çox ola və zəkat verir. Zəkat burada ümumi anlama gəlir. Həm insanın əkin biçinindən, taxılından, malqarasından olan zəkata aiddir, həm zəkat burada sədəqəyə aiddir, həm zəkat burada ilahi yolda xarışlamağa aiddir. Bəzi vaxt deyirlər ki, el arası pul xərclə ki, pulumun üstünə pul gəlsin. Bunun yəni, düzgün xərcləmə anlamında həqiqi mənası var. Özünün böyük bir bərəkəti var. İstəyirsən, mal, dövlət çox ola, gərək xərcləyəsən, Allah yolunda zəkatıdır, sədəqəsidir, yaxşılığıdır, ehsanıdır ki, üstünə artsın. Peyğəmbər də buyurdu ki, sən malın, dövlətin çox ola, elə bunu sədəqə ver və zəkat ver. Bəzi vaxt görürsən ki, bəzi, məsələn, olur insanlarda, həm varı çox olur və xərcləməkdə çətinlik çəkir. O zəkat həm də bədənin bir növ straxovkasıdır, bədənin bir növ, belə deyək, sığortası hesab olunur zəkat. Nə qədər xərcləsən, insan dava dərmana o qədər xərcləmir. Bu, mənəvi olaraq özünün bir təsiri vardır. Həm malın bərəkətində, həm insanın canında. Və odur ki, Rəsulullah buyurur, istəyirsən malın çox ola, zəkat ver. Bu üçüncü Peyğəmbərdən istəyi. Dördüncü bundan ibarətdir ki, gəldi dedi, ya Rəsulallah, mənə bir əməl öyrət, yusihhu bədəni, bədənim, səhhətim, bədənim sağlam olsun. Bədən sağlamlığını istədi. Rəsulullah cavabında buyurdu ki, və izə ərəddə ən yusihhallahu bədənəkə fəəksir minəs sədəqəti.
Əgər istəyirsən bədənin sağlam ola, sədəqəni çox elə. Bayaq qeyd etdim ki, zəkat ümumi mənadadır, bir mənası sədəqədir. Amma sədəqə sırf özü xüsusi sədəqə mənası ki, anlayışımız var, o mənadadır. Sədəqə nə nəzir deyil, sədəqə nə tam mənada zəkat deyil, nə xums deyil. Sədəqə o vergiyə deyilir ki, o konkret olaraq fəqirə və kasıba çatan bir maldır. Və ona görə bədən sağlamlığında sədəqənin böyük təsiri vardır. İmam Sadiq əleyhissalamdan bir rivayətdə var, buyurur ki, sədəqəni ki, insan niyyət eləyir, sədəqə versin, əlini cibinə salıb sədəqəni yerinə çatdırmamış Allah dərgahında qəbuldur. Yəni, bu mənadakı həqiqi niyyətin sədəqədir, hələ çatdırmamış Allah dərgahında qəbuldur. Bəzi rivayətlərdə var ki, sədəqə 70 bəlanı dəf eləyər, uzaqlaşdırar. Sədəqə insanı gələcək bəlalardan qoruyar. Mümkündür, sədəqə insan elə bir hallar olur ki, bunun mənəvi təsiri var. İnsan, məsələn, ya ölə bilərdi müəyyən bir hadisə nəticəsində, amma sədəqə verməsi onu yaralanmaqla nəticələndirdi. Həyatda qaldı və salim qaldı. Sədəqənin böyük həqiqətən təsiri var, çünki səbəbi budur, qeyd etdiyim kimi, o yalnız fəqirə satan bir maldır. Və ona görə sədəqənin təsiri çoxdur insan sağlamlığında. Və 5-ci olaraq gəldi Rəsulullahdan istədi və yutilu ömri. Ya Rəsulallah, mənə bir əməl öyrət ki, Allah mənim ömrümü uzun eləsin. Ömrün uzun olmağı, təbii ki, hamı çox yaşamaq istəyir. Bu şəxs də Həzrəti Rəsulullahdan bunu istədi və Peyğəmbər cavabında buyurdu: "Və izə aradtə ən yutilallahu umrəkə fasil zəvi ərhamikə." Peyğəmbər buyurdu: "Əgər istəyirsən ömrün uzun olsun, neynə ömrünün uzun olmağını istəyirsənsə, qohumlarla əlaqəni kəsmə." Bəzi vaxt qoxum səndən əlaqəni kəsir, nə qədər istəyirsən yaxınlaşasan, yaxınlaşmır da, bu sənin problemin deyil. Problem ondadır ki, sən kəsəsən əlaqəni. Və təqribən, səhv eləmirəmsə, 7 ila 10 dəfəyə kimi Qur'an-ı Kərimdə qoxumlarla əlaqəni bərpa eləmək tövsiyə olunubdur. Və insanın, hətta ayədə də var, insanın ömrünün uzun olmağına səbəb olan amillərdən biridir. Və bu həqiqətən çox təkid olunub ki, insan ömrünün uzun olmağının bir səbəbi sədəqədir, bir səbəbi qoxumlarla əlaqəni bərpa eləməkdir. Məgər ki, da qoxum, belə deyək, da özü küfür əhlidir, sənə yaxın gəlmir, müqəddəsatları təhqir eləyir, da ipləri qırıbdır. İpləri qırıbdır da onun öz problemidir. Artıq orada problem səndə və məndə deyil. Və bu Peyğəmbərdən 5-ci istəyi idi həmin şəxsin. 6-cı istək olaraq gəldi, dedi: "Ya Rəsulallah, mənə bir əməl öyrət ki, və yəhşuruni məkə. Qiyamət günü mən sənlə, sizlə, siz əhl-i beytlə məşhur olam." Və Peyğəmbər cavabında buyurdu ki: "İza ərədtə ən yəhşurəkəllahu mə'i fəətilis sucudə beynə yədəyillahil vahidil qəhhar." Peyğəmbər buyurdu, əgər qiyamət günü istəyirsən bizlə məşhur olasan, namazının səcdələrini uzun elə ki, bizlə məşhur olasan. İmam Səccad əleyhissalamın Səccad ləqəbinin verilməyinin bir mənası buydu ki, İmam Səccad əleyhissalamın səzdələri uzun idi. Hətta qeyd olunur ki, İmam Səccad əleyhissalam 1000 dəfə səzdədə bu zikri təkrarlayardı ki, o zikri bundan ibarətdir ki, La ilahə illallahi riqqən riqqə, la ilahə illallahu ubudiyyətən və təsdiqa. Bu kimi zikirləri İmam Səccad əleyhissalam rivayətlərdə var, 1000 dəfə təkrarlayardı. Amma bəzi vaxt görürsən ki,
bəzi namaz əhli bir 3 dəfə Subhanallah, Subhanallahı hər səzdədə demək adamın çətininə gəlir. Amma həqiqətən şeytanın belini qıran hallardan biri səzdədir. İnsanın ən gözəl qan funksiyasının işləmə zamanı insanın səzdə alıdır. Niyə? Çünki insanın bədəninin 7 üzvü o səzdə halında durması insanın qan dövrəninin ən gözəl işləmə hallarından hesab olur. Səzdə ha vaxt insana ləzzət eləyir. Səzdə o vaxt insana ləzzət eləyir ki, insanın təharəti ola, insan tox qarnına olmaya, insanın biraz o qəlbinin belə deyək, lərziyə gəlmə anı ola. O zaman səzdə insana ləzzət eləyir. Hətta bizim bəzi ariflərin haqqında nəql olunub ki, elə bir halda səcdiyə gidərdilər. Məsələn, olubdur qış zamanı gəlibdir, məsələn, hətta üstünə qar belə yağıbdır. Onda məsələn, adam Allahla əlaqəsini o qədər ciddi eləyib, o qədər irtibatı olub ki, bu dünyadan bağlılığı üzülübdür. O qədər rükû halında durub, o qədər səcdə halında durub, bir də qalxanda görüb ki, artıq qar da yağıbdır. Məsələn, üstünü bir həddə qar alıbdır. Və hətta bəzi alimlər haqqında nəql olunur ki, o qədər səcdələri uzun olardı, o qədər rüküləri uzun olardı ki, görərdim, məsələn, kuş gələrdi, üstündə dayanardı, heç hiss eləməzdi. Və ümumiyyətlə, ibadətdə İmam Səccad əleyhissalamdan da hədis var ki, halında nəql olunur ki, İmam Səccad əleyhissalam o qədər, belə deyək, namazda o qədər özündə olmazdı, ilahi əlaqəsi o qədər güclü olardı, əynində olan bu əba düşərdi. Əba düşərdi və heç diqqət eləməzdi, bilməzdi, hiss eləməzdi ki, əbası düşübdür. Bəzi vaxt həqiqətən Allahla əlaqə yaratmağın bu cür, belə deyək, insanın ruhunun inkişafında böyük təsiri var. Sadəcə bizim, məsələn, namazlarımız bəzi vaxt niyə bizə ləzzət eləmir? Məsələn, bir təsiri bundan ibarətdir ki, deyək ki, namazlarını əvvəl vaxtında, əzan oxunan kimi qılınmağı insanın mənəviyyətini həqiqətən çox gücləndirir. Düzdür, bəzi vaxt, məsələn, işinə əlaqədar görürsən ki, zamanında qılanmırsan, o istisna hallardır. Amma tənbəllik eləməyəsən, namazı yüngül saymayasan, namaza xəyanət eləməyəsən. Namaza xəyanət odur ki, onu zamanında qılmısan. Namazı yüngül saymaq odur ki, görürsən ki, məsələn, zamanıdır, qılmırsan, deyirsən ki, axır vaxta saxlayayım, ya məsələn, bəzi vaxt bəzi zikirləri azaldırsan, əhəmiyyət vermirsən və bu kimi şeylər səbəb olur ki, insanın ruhunun, belə deyək, zəifləməsinə. Və odur ki, bu şəxs də Həzrət Rəsulullahdan gəldi, bunu istədi ki, ya Rəsulallah, mənə bir əməl öyrət ki, qiyamətdə sizlə məşhur olum və Peyğəmbər də cavabında buyurdu ki, namazlarının səcdələrini uzun elə. Və inşallah Allah and verirəm öz izzət və cəlalına bizi həqiqi ibadət əhlindən qərar versin inşallah. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. İnna a'taynakal kavsar fasalli li rabbika vanhar inna şaniyaka huvel abtar. Sadaqallahul aliyyul azim. Muhammad ali Muhammad. Allahumma salli ala Muhammad ve ali Muhammad. Allahumma salli ala Muhammad ve ali Muhammad. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin.
والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى آله الأطيبين الأطهرين المنتجبين سيما علي أمير المؤمنين والصديقة الطاهرة فاطمة الزهراء سيدة نساء العالمين والحسن والحسين سيدي شباب أهل الجنة وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف القائم المهدي عجل الله تعالى فرجه الشريف حججك على عبادك وأمنائك في بلادك وصل على أئمة المسلمين وحماة المستضعفين وهداة المؤمنين أوصيكم عباد الله ونفسي بتقوى الله. قال الله تبارك وتعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم ولقد كرمنا بني آدم وحملناهم في البر والبحر ورزقناهم من الطيبات وفضلناهم على كثير مما خلقنا تفضيلا يوم ندعو كل أناس بإمامهم فمن أوتي كتابه بيمينه فأولئك يقرؤون كتابهم ولا يظلمون فتيلا ومن كان في هذه أعمى فهو في الآخرة أعمى وأضل سبيلا. Sadaqallahul aliyyul azim. Özümü və siz əzizləri ilahi təqvaya dəvət eləyirəm. İnşallah Allah bizi həqiqi təqva əhlindən qərar versin inşallah. İsra surəsinin 70, 71 və 72-ci ayələrini oxudum. Allah Teala burada nə buyurur? İnsanın dəyərindən, fəzilətindən. Allah Teala buyurur ki, وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ Biz Adəm övladına kəramət verdik. Bu ayə o ayələrdəndir ki, qanun yazılır bu ayənin üstündə. Ki, bütün insanların hüquqları qorunmalıdır. Bütün insanların hüquqları ehtiram olaraq qorunmalıdır. Niyə? Allah Teala bütün bəni Adəmə kəramət veribdir. Kəramət nədir? Yəni, digər varlıqlardan fərqli olaraq Allah Teala insanı insan yaratmağının özü bir dəyərdir. Allah bir kəramət, bir üstünlük veribdir. Deyir, bu üstünlüyü verdiyimdən sonra onlara 3 də başqa neymət verdim. Nədir bu neymətlər? Və rəzəqnahum və həməlnahum fil bərri vəl bəhri. Onlara mən bunu verdim ki, onlar həm quruda, həm dənizdə gəzməyi onlara mən verdim neymət olaraq, nəsib elədim. Dənizdə, sularda, gəmi ilə, qayıq vasitəsindən, yerdə, minik vasitəsindən, o zamanın dilindən desək, atla və digər miniklərlə, bu günün maşını ilə bu kəraməti mən insana verdim. Deyir, mən bu miniyi vermək vasitəsindən, dənizdə gəzməkləri vasitəsindən bunu insana bir kəramət görürəm. Niyə? Deyir, dənizin özü dənizdə yaşayan məxluqlara aiddir. Havanın özü, asimanın özü asimanda yaşayanlara aiddir. Yerin özü yerdə yaşayanlara aiddir. Amma insana hamısı aiddir. Həqiqətən böyük kəramətdir. İnsana hamısı aiddir. Havası da, dənizi də, yeri də. İnsan
hamısında gəzə bilər, hamısında dolaşa bilər digər varlıqlara nisbətən. Görürsən, göy aləmi məsələn adətən mələklər, yer aləmi insanda daxil olmaqla digər canlılar. Dəniz, okean kimi su aləmində görürsən ki, balıqlar və digər suda yaşayan canlılara aiddir. Amma insan hamısında səyahət etmə imkanı var və Allah Teala bu deyir, mən bunu yalnız insana verdim və bunun vasitəsindən mən insanı kəramətli bilirəm. Və fəzzəlnahum və rəzəqnahum minət-teyyibati və bütün pak bildiyiniz hər bir şeydən də sizə ruzi verdim. Bu pak bildiyiniz şeylər bütün bitkilərə aiddir. Bəzi görürsən ayənin təfsirində məsələn noxud, düyü kimi şeylər təfsir olunur və bəzi vaxt görürsən ki, halal kəsim heyvanlar, əti halal olan heyvanlara ümumiyyətlə bütün hamısına aiddir və biz ruzi verdik onlara bütün pak şeylərdən. Amma görürsən heyvanın ruzisi bəzi vaxt pak şeydən deyil, elə murdar əti yeyir. Görürsən, hətta bəzi, məsələn, balıqların heç ruzisi pakdan deyil. Artıq onun dəyəri odur. Və üçüncü buyurur, və fəzzəlnahum alə kəsirin mimma xələqna təfsila. Deyir, bundan əlavədə üçüncü olaraq biz üstün qərar verdik. O insanları çoxlarından, hamısından, yəni qeyri-insandan başqa hamıya üstün qərar verdik. Mimma xələqnahum təfsila. O şeylər ki, biz onları dəyərli yaratmışdıq, insanı ondan da dəyərli qərar verdik. Əli əleyhissalamdan gözəl bir hədis var. Buyurur ki, Allah üç dəstə yaratdı. Mələklər, insanlar və heyvanlar. Deyir, bu üç dəstə yaradılışa iki dənə şey verdi. Bir ağıl, bir şəhvət. Belə müqayisə eləyir. Yəni, bu ikisi, ağıl və şəhvət hamısına aid deyil. Ağılı verdi mələklərə, şəhvət vermədi. Mələk ağılla düşündü, Allaha yalnız ibadət eləmək, əmrə tabi olmaq lazımdır. O ona hasanddır, çünki ağılı var. Heyvana şəhvəti verdi, yeyib, içmək, gəzmək, qırıb, dağıtmaq, belə deyək. O da ona rahatdır. Deyir, amma insana mən həm ağılı verdim, əleyhissalam Allahın yaradılışını, mövcudatı, varlığı yaratmağı təfsir edir. Mən insana həm ağılı verdim, həm şəhvəti verdim. Əgər bu ağıl o şəhvətə qalib gəlsə, insan mələkdən və heyvandan üstündür. Yox, o şəhvət bu ağıla qalib gəlsə, insan mələkdən və heyvandan alçaq olur. Yəni, çox həqiqətən gözəl izahdır. Və Allah Teala bu ayənin axırında da 70-ci ayənin axırında da buyurur, biz insana dəyər və kəramət verdik. Ruzilər, miniklər və deyir, dəyər verdiyimiz bəzi şeylərdən də daha dəyərli elədik. Və buna deyirlər ilahi kəramət. Burada Allah Teala iki kəlmə işlədi. Deyir, kərramna kəramət verdik və fəzzəlna dəyər verdik. Deyir, bu kəramətlə, bu dəyərin fərqi nədədir? Deyir, bu kəramət odur ki, insan olaraq yaratdı Allah. Dəyər verməsi budur ki, insana mənəviyyət bəxş elədi. O mənəviyyət hər bir canlıda olmur. Deyir, neynədik? Sizi bu cür dəyərli və kəramətli yaratdıq. Buna baxmayaraq, yenə də siz nədir? Öz başınıza deyilsiniz. Öz başınıza deyilsiniz. Sizə burada ağıl verdik, düşüncə qüvvəti verdik, belə deyək, qamət verdik. Bəzilər təfsir eləyirlər, kəramətdən məqsəd insanın barmaqlarıdır ki, incəlikləri görə bilir. Bəzi vaxt buna təfsir eləyirlər ki, bunların hamısı insanın dəyərləri hesab olur. Deyir, buna baxmayaraq, bu kəramətə, bu fəzilətə baxmayaraq, yenə siz nədir? Öz başınıza deyilsiniz. Sizə bir ilahi rəhbərə ehtiyac lazımdır. Ümumiyyətlə, iki cür rəhbər var. İlahi və qeyri-ilahi rəhbər var ki, bu məşhur ayə ki, hər bir insan qiyamət günü öz imamı ilə çağırırlar,
elə İsra surəsinin 71-ci ayəsidir ki, Allah Teala buyurur: "Yevme ned'u kullu unasin bi imamihim femen utiye kitabahu bi yaminihi fe ulaika yaqra'un kitabahum ve la yuzlamuna fatila." 71-ci ayədə Allah Teala buyurur: "O gün ki biz çağıracağıq bütün insanları bir imamihim, öz imamlarıyla, öz rəhbərləri ilə." Ki burada məsələ tam aydın olur. Bu dünyada kimə itaət etdin? İmamın kimi bildin? Rəhbərin kimi bildin? Rəhbərin tağut uydu, yoxsa rəhbərin zalim idi? Son zamanlarda diqqət eləsəniz görürük ki, Vəhabilərin ümumiyyətlə iki məsələ üstündə danışıqları çoxdur. Bir proqramdır, biri şirkdir, Allah evinizi yıxsın. Da bütün insanlar bilir ki, Allah təkdir, Allahdan qeyrisinə ibadət şirkdir. Burada qaranlıq bir məsələ yoxdur. Ki bunu həmişə deyərək digər məsələləri gözdən salmağa çalışırlar. İkinci nədir? İstər hakim zalim olsun, İstər adil olsun, itaəti vacibdir. Və Qur'an deyir ki, itaət ilə Allaha, onun Rəsuluna, əmir sahiblərinə. Allah Qur'anda heç vaxt demədi ki, zalimə itaət elə. Bu özü də bir proqramdır. Zalim hakimə necə itaət olar? Zalim hakimə heç cür itaət olmaz. Zalim hakimə itaət olduqda sən də olursan zalim və qiyamət günü də sənin imamın olaraq, rəhbərin olaraq o zalim gəlir. Bu da digər proqramdır ki, əhl-i sünnətin öz dəyərli hədislərində də zalim hakimə itaət yoxdur. Bizdəki heç yoxdur, onlarda da yoxdur. Əslində, bəzi vaxt deyirlər ki, təqiyyə, indi bilmirsən, özləri həqiqətən təqiyyə eləyir, o təqiyyəni özləri eləyir. Yoxsa həqiqətən ağılsızdılar, düşüncələri o səviyyədədirlər ki, istər zalim, hakim zalim olsun, istər adil olsun, itaəti vacibdir. Xeyr, İslamda elə bir şey yoxdur. Yalnız ədalətli hakimdən itaət vacibdir. Əgər onlar dediyi kimi olsaydı, bəs məhkəmələrdə yazıların mənası nədir ki, ədalət mülkün təməlidir. Məhkəmə nə üçündür? Məhkəmə onun üçündür ki, edəsən, haqqın bərpa ola, hüququn bərpa ola. Zalim hakim olduqda haqqın bərpa olmur. Və odur ki, qiyamət günü çağırılanda görürsən ki, bəzi vaxtda bəziləri o cür imamların arxasınca gedəcəklər və o gün hansı gündür? Utiyə kitabəhu biyəminihi. O şəxslər ki, onların nami əməlləri sağ əllərinə təqdim olacaq, fəuləikə yəqrəunə kitabəhum. Onlar öz gördüyü əməllərə baxacaqlar, oxuyacaqlar və lə yüzləmunə fətila. Hətta bir xurmanın çiğdi qədər onlara zülüm olmayacaqdır. Ki, Allah qiyaməti belə mühakimə eləyir. Əgər zalim olsaydı, nəuzubillah, Allah qiyaməti bu cür mühakimə eləməzdi. Pəs ədalət şərtdir. Və axırıncı, üçüncü ayə ki, bu söhbətimdə qeyd elədim, o bundan ibarətdir ki, və mən kanə fi hazihi əma fəhuvə fil axirəti əma və əzəllu səbila. Allah Teala buyurur, hər kim bu dünyada kör olsa, qiyamətdə də kör olar və əzəllu səbila. Ən azğın yolda qərar tutar. Vəhabilər bu ayəni nə cür təfsir eləyir? Bu dünyada kimin gözü körsə, o dünyada da qiyamətdə gözü kör olacaq. Yəni, məqsəd o deyil. Bu dünyada indi biri təsadüf eləyib, avariya eləyib, belə deyək, anadan gəlmə gözü kördür. Mənası deyil ki, qiyamətdə onun gözü kör olacaq. Qiyamətdə bundan məqsəd hansı körlükdür? Mənəvi körlükdən söhbət gedir burada. Burada heç vaxt zahiri körlükdən söhbət getmir. Burada söhbət mənəvi körlükdən gedir. Ki, insan mənəvi kör olsa, o dünyada da mənəvi kör olaraq insan
yer tutacaqdır. Baxın, bəzi vaxt, bəzi ayələrdə də var, Allah Teala'ya insanlar müraciət edir qiyamətdə ki, Taha surəsinin 124 və 126-cı ayələrində bu ayəni gözəl şəkildə izah eləyir Allah Teala və mən ərəzə ən zikri. Kör kim olacaq? Kör o kəs olacaq ki, Allah Teala buyurur, bu dünyada mənim zikrimdən, mənim yadımdan uzaq olur. Fə innə ləhu məişətən zənka. Deyir, ona biz dar bir, sıxıntılı bir yaşayış verəcək. Və nəhşuruhu yevməl qiyaməti əma. Qiyamət günü biz onu kör kimi məşhur eləyəcəyik. Bəs bu dünyada hər kim mənim zikrimdən uzaq olsa kör kimdir? O axirətdə kör məşhur olacaq. Allahın yadından uzaq olandır. Nəinki anadan gələn kör, sonradan kör olan. Və bu ayəni də kör şəklində təfsir eləyirlər. Qalə Rəbbi limə həşərtəni əma. O kör kimi məşhur olanlar qiyamətdə deyəcəklər, İlahi, nə üçün bizi kör kimi məşhur elədin və qəd kuntu bəsira, bir halda ki, biz o dünyada görən idik. Ayə özü, Allah özü deyir. Deyəcəklər, o ayə görən idik. Bu görməyi necə kör kimi təfsir eləyirsən? Deyir, Allahdan cavab gələr, qalə kəzalikə ətətkə ayatuna. Fənəsitəhə və kəzalikə liyevmə tunsa. Allah deyər, ona görə kör kimi məşhur elədik, biz ayələrimizi, nişanələrimizi sizə göndərdik, siz onları unutdunuz və bu gün də biz sizi unutduq. Bugün, qiyamətin bu günü ki, Allah onları unudur, o günün adına deyir, unutma günü və bu gün də biz sizi unutduq. Bəs kördən də məqsəd, o kördür ki, əməli kör ola, əməli pis ola. Və inşallah Allah Teala bu ayələrin ehtiramına, Qur'an-ı Kərimin ehtiramına Allah Teala bizi həqiqi bəsirət sahiblərindən qərar versin. İnşallah bizi qiyamətdə kör olanlardan qərar verməsin. İnşallah Allah İslam aləminə, belə deyək, böyük izzət, şərəf, mənəviyyət bəxş eləsin. İnşallah Qəzzədə olanları, Sudanda olanları Allah Teala nicat versin inşallah. Allah İmam-ı-Zamanın zuhurunu təcili eləsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuven ahad.